Səthi yanaşmaq, sözün mənşəni təhrif eləmək, tarixi saxtalaşdırmaq deməkdir. Bayəddin Ögəlin Böyük Hun İmperiyası kitabında da Hunların yaşadığı yerdə qızıl ağacın olmasından və oraya sitayiş edilməsindən söz açılır. Deməli, qızıl ağac tayfa üzvlərinin həm müqəddəs yeri, həm də yaşadığı yer imiş. Türkün Qızıl kitabında Rafiq Özdək də göstərir ki, qədim türklər Güney Sibirdə yaşayıblar və burada qızıl ağac, Aba qızıl adlı türk tayfaları varmış. Keçmiş Hunların və proto-Monqolların yaşadıkları ərazilərdə də çoxlu çay, dağ, kənd, şəhər və digər yerlər Qızıl adı ilə adlandırılırdı. Həmçinin Busanların paytaxtı olan Qızıl Vadi məsələsini də unutmaq olmaz. Eradan əvvəl qərbə ilk şahın eləyən Hunların arasında Qızıl tayfa adlı insan qruplarının olduğu haqqında da məlumatlar var. Bu kimi faktlar onu göstərir ki, Qızılağac kəndinin adı da məhz türk soyunun adı ilə bağlıdır. Tədqiqatçılar 13-cü əsrdə Azərbaycanın Masallı rayonuna Qızıl tayfasının köçməsi nəticəsində Qızılabad kəndinin salındığını yazırlar. Göründüyü kimi, Qızıl adı ilə bağlı olan bütün yer adları eyni soy tərkibinin şaxələridir. Qızılağac sözü haqqında fərqli etimoloji şərhlər də mövcuddur. Onun biri də Şah Abbasla bağlıdır. Güya Şah Abbas qızıl ağacda olmuş, orada ov eləmiş və bu zaman əlindəki qızıl ağacını itirdiyindən kəndin adı da Qızıl ağac adlanmışdır. Lakin tarixi həqiqətlər bu rəvayəti təsdiq eləmir. Xəritələrdə qızıl ağacın adı bir şəhər, kənd adı kimi bizim eranın 2-ci əsrində çəkilir. Şah Abbas isə məlumdur ki, 16-cı əsrdə yaşayıb. Digər bir rəvayətdə isə deyilir ki, bu ərazidə qızıl ağac çox bitdiyinə görə kəndin adı da Qızıl ağac adlandırılıb. Bəs o biri kəndlərdə də qızıl ağac bitmir? Əlbəttə bitir. Elə isə nəyə görə məhz bu kəndin adı Qızıl ağac adlandırılıb? Göründüyü kimi qızıl ağac sözü ağac ilə yox, məhz qeyd etdiyimiz tarixi həqiqətlərlə bağlı olub, əsl türk mənşəli sözdür. Qızıl ağac kəndi türkün qızıl tayfa boyundan yaranan bir kənddir. 12-ci əsrdə yaşamış Gürcü salnaməçisi məlumat verir ki, Makedoniyalı İskəndər Gürcüstana 2 dəfə daxil olmuşdur. Nizami də İskəndərin Azərbaycanda 2 dəfə olduğunu yazır. Arxeoloq Paxomov bildirir. Azərbaycanda tapılan ən ilkin sikkə Makedoniyalı İskəndərin sikkələridir. Göründüyü kimi, Makedoniya çarı Azərbaycanda olmuş və bir neçə özünə məxsus işlər görmüşdür. Makedoniyalı İskəndərin Azərbaycanda olması haqqında məlumatları Qriqoryevin İskəndərin Qərbi Türkistana yürüşü, Kovalyovun Makedoniyalı İskəndər, Kastyuxinin Makedoniyalı İskəndər ədəbiyyat və folklor ənənələrində, Şofmanın Makedoniyalı İskəndərin şərq səyahəti kimi əsərlərdə və onlara əlavə edilmiş xatirələrdə də rast gəlinir. Bütün bunları təhlil eləyəndə görürük ki, İskəndər Azərbaycanda olub, İranı qarış-qarış gəzib, o cümlədən İrandan keçərək Qızıl ağaca, Bərdiyə, Şamaxıya və digər yerlərə gedib. Neftçala rayonu haqqında tədqiqat aparan tədqiqatçılar da sübut eləyirlər ki, İskəndər Neftçala ərazisində olub. Tədqiqatçı Mikailli yazır. Elmi faktlarla sübut olunmuşdur ki, bu ərazidə insan hələ qədim dövrlərdən məskən salmışdır. Makedoniyalı İskəndər uzun müddət bu şəhəri mühasirədə saxlamış, lakin almağa müvəffəq olmamışdır. Yalnız həkim Ərəstun tərəfindən hazırlanmış su halında olan dərmanın köməyi ilə şəhər mühasirəyə alınıb, qala divarları uçurulub və nəticədə şəhəri su basıb. Su altında qalmış bu şəhər o vaxtdan Xaraba şəhər adlanır. Bəli, əgər Makedoniyalı İskəndər Neftçalada qədim Xaraba şəhərdə olubsa, deməli onun keçdiyi yol suyu başqa dənizlərdən çox-çox duzsuz olan dəniz körfəzi məhz Qızılağac körfəzidir. Bu isə 2000 il əvvəl Strabonun göstərdiyi Qızılağac şəhəridir ki, indi də mövcuddur. Çünki İskəndər ancaq Qızılağaçdan keçib Neftçalaya gələ bilərdi. Bugünə qədər Cənub bölgəsinin qədim tarixi haqqında özündə çox ciddi sirlər qoruyub saxlayan Qızılağac kəndində yerləşən Həzi təpəsində geniş arxeoloji tədqiqatlar aparılmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Ancaq əsas səbəb kimi bu ərazidə çoxlu ilanların olması göstərilir. Maraqlıdır ki, əsrlər əvvəl torpağın altına gömülmüş böyük bir şəhərin tarixini tədqiq eləmək istəyi ilə burada qazıntılar aparan hər kəs, hər metr qazıntı yerində onlarla ilana rast gəlir. Yerli sakinlər də bildirirlər ki, Həzi kurqanında dəfələrlə qazıntılara cəhd olunsa da, hamı ilanların hücumuna məruz qalıb. Çəkiliş qrupumuzun üzvləri də bunun şahidi oldular. Torpağa 1-2 bel vurmaq kifayət idi ki, gördüyünüz bu ilan rastımıza çıxdı. Bəli, tarixin özünə məxsus qəribəlikləri var. Vaxtilə böyük karvan yollarının mərkəzi kimi ad-san qazanmış, məşhur səyyahların, təbiətşünasların əsərlərində, tərtib elədikləri xəritələrdə təsvir olunmuş Qızılağac şəhərindən
indi yalnız ilanlarla dolu xarabalıqlar qalıb. Hər halda bu tarix bizim üçün çox önəmlidir. Qədim Qızılağac şəhərinin tarixini öyrənməklə biz bu bölgə haqqında naməlum olan həqiqətlərin üstünə işıq sala bilərik. Ona görə də bu tarix mütləq tədqiq edilməli, mütləq öyrənilməlidir. Bu tarixi ilanlar qorusa belə.